Poliplər xərçəngə çevrilirmi? Ginekoloji poliplər gələcəkdə sonsuzluğa gətirib çıxara bilərmi? İstənilən orqanın polipləri xərçəngin əmələ gəlməsi üçün başlanğıc bir fondur. Poliplərin sonsuzluqla əlaqəsi. Bu kimi sualı bəzən kimdə polip varsa, həmin xanımda gələcəkdə sonsuzluq olacaq kimi bir yanlış fikirlər də formalaşır. Polip haçan sonsuzluğa səbəb ola bilər? Əgər uşaqlıq boşluğunda, yəni endometriumda çoxsaylı poliplər varsa, dölün implantasiyası üçün maneə yarada bilər ki, həmin vaxt döl implantasiya edə bilməz və yaxud implantasiya etmiş dölün sıxılmasına, qan dövrasının pozulmasına və s. inkişafına mane ola bilər. Bu halda hamiləlik baş tutmaya bilər. Amma haçansa bir xanım polipə görə müalicə alıbsa və yaxud polipi yandırma və yaxud eksiziya yolu ilə götürübsə, gələcəkdə o hamilə qala bilməz deyə bir düşüncə yanlışdır. Əgər polip tamamilə oradan götürülüb və endometrium tam sağalıbsa, həmin xanımın təkrar hamilə qalma şansı vardır.